Hamınıza salam değerli YouTube izleyicilerim. Kürt toyuğumuz cücələrini çıxartdı. Gördüyünüz kimi. Altında Avstra toplar var. Hələ ki bilmirik. Nə qədər də altına baxmamışıq. Sadəcə görsənən hissəsidir. Baxın, altında cücələri var. Yenə əlavə töküləcək. Altına cücə sadəcə. Baxın buradadır. İndi tam ətraflı. Baxın, yumurtalardan çıxır. Yumurtalar buradadır. Götürmüşük, atmışıq. Bugün videomuzun adı olacaq cücələrə baxmağın qaydaları və ördəklərin sağlam böyüməsi üçün nə etmək lazımdır videosu. Burada da buğdalarımız əkmişdik ki, cücələrimiz yesin. Artıq çıxıblar, fidanlar böyüyüb. Burada isə bir dəqiqə. Belə bir çörəklə qayğıdalının qarışımı var. Bu qarışımda ördəklərimizə veririk və həm çörək ziyanlı olduğu üçün ördəklər üçün, cücələr üçün biz onun içinə qayğıdal qatırıq ki, çörəyi yeyib biraz ziyan olacaqsa, qayğıdal o ziyanı bağlayır, enerji verir, güclü olmasına səbəb olur. Bu bizim hinimizin içərisidir, içəri hissəsi böyükdür, sadəcə 10 metrdir içərisi. Bunlar təmizlənib, bu boçqa çıxarılacaq buradan. Bunun içində buğdalar olur, bunun da üstündə yatırlar. Burada cücə saxlama polkasıdır. Baxın, 1, 2, 3 polka. 2, 4, 6, 8 həm yumurtalamaq üçün yer, həm də cücə saxlamaq üçün əlverişlidir. Amma daha əlverişli budur. Bunların ağızları varsa cücə saxlanılmayanda çıxarılır. Cücələrimiz daha sağlam şəkildə böyüyür. Qışda içərisinə bura peç qoyulacaq. Sadəcə cücələr indi hava isti olduğu üçün bayıra çıxarılır da. Bayırda otlayırlar. Sadəcə axşam səhər saat 7-dən axşam saat 8-ə 9-a qədər bayırda olurlar. Sonra isə içəri salırıq, özləri girirlər daha doğrusu. Çox adamlar var ki, onlar əhilləşməyib də o toyuqlar. Toyuq bilirik ki, toyuq, cücə, ördək, yumurtlayan heyvanlar belə heyvanlar, toyuq, ördək, qaz və s. Əhilləşmir. Amma bunlar əhilləşib. Nə tər əhilləşib? Bunlar öz yerlərinə girə bilirlər. Axşam olur, 8 olur. Elə adamlar var ki, məsələn, çıxardır, özləri salır, özü çıxardır, özləri salır. Amma bizdə elədir ki, özləri girirlər, özləri çıxırlar da. Yəni ki, bilirlər, tanıyırlar yerlərini. Amma eləsi var ki, özləri salır axşamlar. Bu bizim damazlıq üçün və satlıq üçün hazırlanan, böyüdülən, inkişaf etdirilən xoruzlarımızdır içəridə. Gördüyünüz kimi fərələr, toyuqlar da var. Bunlar damazlıq üçün də istifadə edilir. Həmçinin satlıq üçün də. Bayırda isə artıq yemək üçün, kəsib satmaq üçün, yemək üçün, yumurta üçün saxlanılanlardır. Düzdür, bunlar damazlıq, onlar isə satlıqdır. Burada xoruzlar satlıqdır. Xoruzlar 8 aylığında 50 manata satılır. Hörmət qarşılıqla 10 dənə alana, 10 dənə, 8 dənə, xoruzu 8 dənədən çox alana 45 manatdan, 40 manatdan verilir. Toyuğu isə 10 dənədən çox alana, 10 dənə və 10 dənədən çox alana 45-35 manat öz qiymətdir. Sizə veriləcək 30 manata. Yəni 10 manat, 5 manat, 15 manat endirmə düşür də. Bundan xoruzları hal-hazırda 5 aylığında, 6 aylığında kəsib yeməlidir. 5 ay tamam olur, 6 ayın yarısına keçir. Kəsib yeyə bilərsiniz. Düzdür, balaca görsənə bilər. Amma siz onu əlinizə alıb tərəzidə yoxlayın. Var 2 kilo gələr onlar. 2-3 kilo. Biz bilirik ki, heyvan 1 kilonu keçdisə, toyuq, xoruz, ördək 1 kilonu keçdisə yeməlidir. 1-2 kilonu keçdisə yeməlidir. Bundan xoruzda böyüyəndə 3 kilo yarım, 4 kilo yarım, 5 kilo gəlir. Toyuqlar isə 3 kilo, 3 kilo yarım, 4 kilo gəlir də. Xoruzlar da bunlarla orta hesabla 1-2 kilo daha çoxdur da. Yəni daha çox ortamlar fərqli var ki, ortaq fərqi odur ki, xoruzlar daha tez böyüyür, ağırlığı çox olur, toyuqlar daha çox yumurtalayır, amma kürt yatmır.
Avstratop haqqında bilgilərdən biri də budur. Kürt yatmır. Sadəcə yumurtlayır. Yumurtlamaq üçün ət üçün istifadə olunur. Qaz məsələn yumurtalamaq üçün istifadə olunmur, ancaq ətli üçün. Yumurta çünki bir ilə yumurtalayır. O da 30 dənə, 15 dənə, yerli 15 dənə, Muskovi, sort Linda, Kuban 30 dənə, 45 dənə yumurtalayır. Yəni 50-ni o keçən qaz yumurtlayan yoxdur. Varsa da yazsın yoruma bilək. Çünki avstratoplar, qazlar daha çox ətli olur. Bunlarda pi bağlayır. Çox yumurtaya bilmir. Ən ağır ətlərdən biri də quşlardan. Quş kimlərdən yumurta ilə çoxalanlar, quş kimlər ən ağır əti olan qazdır. Məsələn, hər cürə heyvan, toyuq var, toyuq ağır əti deyil. Ən yüngülü toyuqdur, qaşqaldaqdır, belə heyvanlardır. Amma ev heyvanlarından toyuqdur ən yüngülü. Orta hesabla ördəkdir. Daha ağır hesabla ətli üçün hesablanan qazdır. Qaz çünki 5 kilo, 6 kilo verir də əti. Avstratopla müqayisəsi, avstratopla qazın müqayisəsi olanda avstratop qazdan 2 kilo, 3 kilo az ət verir. Çünki qazın eləsi var ki, 7 kilo, 6 kilo verir. Hinduşka isə ən ağırlardan hesab olunmur. Zəif heyvanlardan hesab olunur, tez ölən. Amma ətinə görə ağırlığına hinduşka biraz yağlılıq faizi toyuqdan 1-2 qat daha çoxdur. Qaz isə 4 qat, ördək 2 qat çoxdur. Ördəklə hinduşkanı da müqayisə edəndə hinduşka biraz ördəkdən orta çoxdur da ağırlığına görə. Çünki sort hinduşkalar var ki, məsələn, hybrid biqaltı, Kanada cinsi hybrid biqaltı, bunlar 14-16 kiloya qədər gəlir. Yəni biz də saxlamışıq, xeyrini görmüşük. Yaxşı baxacaqsansa 16 kilo. Yaxşı baxmayacaqsansa, ancaq buğda verəcəksənsə 2 ay, 1 aydan sonra. Əlbəttə ki, nəyin ki 12-14 kilo, 10 kilo güclə gələcək. Biz ördəklərimizə qarğıdalı veririk. Niyə veririk? Keçirik ördək bölməmizə. Ördəklərə qarğıdalı verilir. Niyə? Enerji verir. Enerjisini çoxaldır. Yeməyə iştahını artırır. Yeməyə iştah artıranda da tez böyüyür. Tez böyüyür, tez yumurtalayır. O demək deyir ki, biz onlara yağlı, vitaminli yem vermirik ki, yağlı olmasın. Yağlı olması üçün damazlıqları kəsilən heyvanlara sırf vitaminli yem veririk. Kilosu balaca olanda 1 manat, 2 manatdan, böyüyəndə 4 manatdan, 5 manatdan 3 kilosunu alırıq. Bunu veririk ki, yağlı olsun əti. Həm də belə də ağır olur. Orada heç bir şeylik olmur da, haram üçün. Sadəcə ağır olanda da əti daha çox kiloya gəlir, yağlı olur da. Yəni biz burada ona su içizdirmirik ki, ağır gəlsin. Sadəcə yağlı əti də insanlar daha çox sevir qışda. Dekabr, yanvar, fevral, mart aylarında. Qış aylarında ördək qar yeyir, qar yağanda. Qar yeyəndə əti təmizlənir də. Mən bu bilmirəm. İnancılar var ki, ördək qar yeyəndə əti təmiz olur. Yemək olar. Həmişə təmizdir. Sadəcə qar yeyəndə qışda kəsib yeyirsən onu. Soyuq havada daha çox xaş kimi zad dadlı olur da. Ona görə ördək qışda daha çox yeyilir. Toyuq da yeyilir, əlbəttə qışda yeyilir. Amma yayda da yeyilir toyuq. Ördək isə yayda da yemək olar, ancaq elə də getmir də. Yayda daha yüngül yeməklər hesab olunur. İndi biz haşiyədən çıxmayaq. Sadəcə yağlılıqdan mən getdim çıxdım yeməyə. Olmaz. Burada Pekin ördəyimizdir. Pekin ördəyindən danışaq. Pekin ördəyi üçün də ayrı video çəkəcəm, amma indi qısa məlumat verim. Pekin ördəyi daha çox kiloya gəlir. Daha çox su içir. Yeməyi də daha çoxdur, amma elə də çox deyil də. Yəni gündə 2 dənə yeyir. Ördək haqqında da məlumat deyilsə qısa verirəm fraqman. Ördəklər ağaclar yeyir. Məsələn, mən sizə göstərim. Baxın. Ağaclara baxın bir dəqiqə, sən Allah. Bax, cırıq-cırıqdır. Bax, bu ağacı lüt eləyiblər də. Bu ağac paltarsız insan oxşayır. Geyimsiz, lüt, çılpaq, lüt. Buna bax, yarpaq qalmıyor üstündə. Həmçinin bunu göstərək. Şanlı olsa da yeyirlər də. Həmçinin baxın, bu ağacı göstərim. Buna bax, bir dənə başında qalır. Bunu göstərim. Bunu göstərim. Yarpaqcı, bunu göstərim. Baxın, çılpaq, lüt qalıb ağac. Almanı yeyirlər. Hətta bu göyən, baxın, bunu da atlanıb yerdən yeyirlər. Baxın yerdən, bu ağaca bax, cırıq-cırıq. Ağacları yeyir, çünki ördək meyvəni daha çox sevilir.
Əti niyə yağlı olur? Çünki meyvə yeyir. Niyə xeyirdir? Həkimlər məsləhət görür ürək xəstələrinin. Ürək üzr istəyirəm. Əməliyyat olandan sonra insan hər hansı bir nahiyəsindən daha çox ət əldə edilir. İnək əti, qoyun əti xeyir. Ancaq ördək əti. Çünki ördək əti daha çox yağlılıq faizi var. Çünki meyvələr yeyir. Baxın, burada biz onlara ot da verilir. Baxın, otlar. Tərə, ot, göyərti. Bir-birindən maraqlı otlar verilir ki, vitaminli olsunlar. Bunlar da damazlıq üçün saxlanılır, yumurta üçün onlar da. Sadəcə içəridə balaca ördəklərimiz var. 50 ədəd xırda saflıq. Bunlar əlbəttə damazlıq olacaq. Kürt yatacaq, kürt. Balalarını da satacağıq. Onun üçünsə bu polkamızda yer düzəldəcəyik. Biz bu ferma yerimizdə, ilimizdə, fermamızda axşama qədər olur. Peyin düzəldilir. Gübrə yeridir ora. Baxın, biz bura 50 ədəd ördəyi bax burada saxlamırıq. Niyə? Çünki böyük cücələrdə bit deyilən, gənə deyilən xəstəliklər var. Bunlarda yoxdur. Sadəcə xəstəlikdən qorunsun. Hər cücədə yoxdur. Xəstəlikdən qorunmaq üçün biz onlardan ayrı saxlayırıq. Onları ikinci fermamızda saxlayırıq ki, hər hansı bir xəstəlik düşməsin, yeməsinlər bir-birlərinin ətin. Ona görə ayrı saxlanılır. Ördəkdə yaşanan problemlər, cücədə yaşanan problemlər danışacağım sizdən. Cücədə yaşanan problemlər odur ki, bir-birlərinin əti yeyirlər, dimdikləri itidir. Amma ördəklərin dimdikləri iti deyil. Lapatka ucu kimi, belə çalı o lapatka olur ya, qaşıq kimi ucları iti olmur. Ona görə bir-bir. Amma cücələrdə çəngəl kimi olur. Qaşıq, çəngəl yox, vilka kimi. Uzun, bıçaq kimi olur, bir-birlərini yeyə bilirlər. Ördəklərin də mənfi cəhətləri odur ki, istadırlar. İstadırlar bir-birlərini. Artıq bir videonun da sonuna çatdıq. Sağ olun, salamat qalın.